Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi teyyibin tahirin el ma'sumin. Ve la'nu daimu ala a'daihim ecma'in minel an ila yevmiddin. Hanımın, yani evli hanımın ərinin izni, icazəsi olmadan nəzr etməyi, belə ki, ərinin haqqının aradan gedməyinə səbəb olacaqsa. Məsələn, bir xanım ərinin icazəsi olmadan nəzr eləsə ki, mən müstəhəb oruç tutacağam Rəcəb ayında, Şəban ayında və yaxud sair aylarda. Məsələn, bu ayın üzümüzə gələn cümə gününü oruç tutacağam, nəzr edərsə, nəzrin şərtlərinə ki, uyğun olaraq ki, düzgün icra eləyərək nəzrin oxunmasını, nəzrin əqdinin oxunmasını düzgün icra eləsə belə, nəzr edərsə və onun nəzr etməyi ərinin haqqının aradan gedməyinə səbəb olarsa, o nəzr batildir. Yəni, qadın ərinin izni olmadan, icazəsi olmadan bu kimi şeyləri namaz, oruc və yaxud bir ziyarətə getmək və s. ki, ərinin haqlarının pozulmasına səbəb olacaqsa, onun inciməyinə səbəb olacaqsa, o cür nəzr etmək batildir, yetərli deyil. Bəs gərək ərin izni olsun. Amma xanım özünün qazancı varsa, özü maaşı var, ya oğlu pul verib, ya atası pul vermişdir. Əlqərəz öz qazancı varsa, öz qazancından, öz pulundan ərinin izni olmadan nəzr edərsə, bir sədəqə verməyi, ehsan verməyi və s. icazəlidir, yoxsa yox. Əgər qadın, xanım öz pulundan, öz qazancından həccə getməyi nəzr edərsə, bəli, ərinin izni orada mötəbər deyil, edə bilər. Və yaxud öz ata-anasına ehsan etməyi, silə-i rəhm etməyi, öz ata-anasına yaxşılıq etməyi nəzr edərsə, ya məsələn filan işim düzəlsə və yaxud ki, mütləqa bir nəzr edərsə ki, öz ata-anasına xidmət eləməyi, bir ehsan etməyi, nəysə alıb onları sevindirməyi nəzr edərsə, xanım öz qazancından. Ki, bu surətdə bəli ki, ərin izni olmasa da belə həmən nəzr düzdür. Yəni, qadın bunu edə bilər. Lakin həcc və bu kimi şeylər, yəni ata-anasına silə-i rəhm etməyə, yox, başqa şeylərə nəzr edərsə. Məsələn, bir süfrə verməyi, fəqirlərə ehsan verməyi xanım öz qazancından nəzr etsə, ərinin izni olmadan edərsə, o nəzr sayılmaz, o nəzr də batildir. Gərək ki, baxmayaraq ki, öz qazancından xanım nəzr edir bunu, gərək ki, ərinin izni olsun. Və növbəti məsələ bundan ibarət. Əgər bir xanım hələ ərə getməmişdən qabaq nəzr edib bir işdən ötəri öz qazancından ərə getməmişdən qabaq nəzr edibsə, indi nəzrin həyata keçməyi gəlib yetişdi o vaxtda ki, bunun ərə gedəndən sonraya baş verdi. Yəni, nəzri həyata keçdi, artıq bu qadın evlidir, ərə gedibdir. Ərə getməmişdən qabaq etdiyi o nəzr, indi evli olduğu müddətdə ərinin izni olmadan yerinə yetirə bilər, yoxsa yox. Əgər əri buna ikrah eləyirsə, könlü açılmırsa, əri narazıdırsa, ehtiyat vacib olur ki, ərinin izni olmadan o nəzri də həyata keçirə bilməz. O nəzr sayılmaz.